yadıma şey düşdü. Bu Novruz vaxtı mən görürəm ki, o od qalayanlar kimlərdir? Allahı saymayanlar, namaz qılmayanlar başlayırlar od qalayırlar. Onu Allahın dediğini etmirlər. Amma Bu, mən dedim ki, bu Muxtar Sədəfinin qoyduğu qanundur ki, ay cəmaət, o öz tərəfdarlar... Həmin adamlar muxtarı sayırlar, Allahı saymırlar. Yox, qulaq aç mənə. O, həmin adamlar Allahın gözəl insanını öldürən Yezidin adamlarını hamısını məhv edir Muxtar. Hamısını məhv edir. O adamlar... Bir dəfə künaya baxmışam mən. Hə, o adamlar. O, nətər deyim mən sizə, bizdə misal üçün deyirik ki, ayın filan vaxtı, filan yerdə miting olacaq. Çıxış edirik də, mitinglər olanda. Çıxırıq. O da Muxtar öz tərəfdarlarını tapmaqdan ötürü hansı qapılarda o dayanırsa... Başa düşdürməyə, mən indiki adamlar Allahın əmirlərini yerinə yetirmirlər, Allaha baş əymirlər, amma Novruz gələndə bunları nəsə şeytan vəsvəsə verib başlayırlar. Yox, onlar özlərini biz orucun ölçü tuturuq, biz qurbanın ölçü kəsirik. Allahın əmrləridir. Allahın əmri deyil. Allahın əmri? Allahın əmri zadadır. İbrahim Xəlil idi. Dedi ki, get oğlunu apar qurban kəs. Münayə. Allah bizə buyurmurmu ki, yox, bizə buyurmayıb. Biz özümüzü İbrahim Peyğəmbərə oxşadırıq. Qurban kəsirik. Biz özümüzü İbrahim Peyğəmbərə oxşayırıq. Yəni, o öz oğlundan əl çəkib başını kəsir. Biz isə bir dənə heyvan kəsmirik ki, 100 dənə qapımda qoyun var, bir dənə kəsməyə ürəyim gəlmir. Demək, Quranda o barədə ayə yoxdur ki, qurban kəs? Yox, Quranda var ayə ki, get qurbanı kəs. Özü Peyğəmbərə oxşadır. Sonra bir şey də soruşdum sizdən. Görürəm ki, bəzi yerlərdə qurban əti satırlar. Hələ şey mi, olar mı? Yox, o düzdür. Onu mən də razı deyirəm. Hələ yasamalda satırlar. Burada da satırlar hətta. Hər yasamalda. Onun mənası nədir? Onun hansı... Yox, güya ki, bu heyvanı, bu qurban duasını oxumuşam, kəsmişəm, indi kilo 5 manatdan satıram. Qurban əti, misal üçün, mən bildiyim, mən atamın, anamın elədiyi söhbətləri ki, kəsirsən, 7 dənə evi verirsən. Yox, indi atamızın, anamızın yox, biz dinimiz var, din bir elmdir, biz oradan götürməliyik, necə etmək lazım, necə ibadət etmək lazım, o cümlədən qurban əti kimə verilir, yəni biz... Kasıb küsübə öz qulluğuna... Bildiyimiz kimi yox, dinimiz dediyi kimi elməliyik. Qardeş, hələ Peyğəmbərin dövründə Peyğəmbərə qarşı çıxıblar. İndi Peyğəmbərin dininə o da yamaqlar vurublar ki, and olsun Allaha. O rəhmətlik zat oxuyurdu ki, gündə bir mod çıxır, başımızdan od çıxır. Gündə bir dənə əqidə çıxır, o birisi çıxır.